1000 at gücü, 400 km/saat sürət. Bu rəqəmlər bir vaxtlar sadəcə xəyal idi. Bəs mühəndislər bu dəli ideyanı necə reallığa çevirdilər və Bugatti Veyron dünyanın ən arzu olunan hiperavtomobilinə necə çevrildi? Bugün sizi avtomobil sənayesində bir inqilab yaradan, heç kimin mümkün saymadığı bir layihənin arxasında duran qeyri-adi hekayəyə aparacağıq. Veyron təkcə bir maşın deyil, o, mühəndislik möcüzəsinin və qətiyyətin simvoludur. Onun doğuşu, saysız çətinlikləri və zirvəyə gedən yolu hər bir avtomobil həvəskarını heyrətləndirəcək. Hay-hay əsrin sonunda Ferdinand Piech avtomobil dünyasını sarsıtmaq qərarına gəldi. Məqsəd 400 km/saat sürəti aşan 1000 at gücündən artıq gücə malik, lakin hər gün sürə biləcəyiniz lüks bir avtomobil yaratmaq idi. Bu vizyon dəli səslənirdi, çünki texnologiya hələ buna hazır deyildi. 16 silindrli, 4 turbolu 16 mühərrikinin yaradılması, onu soyutma sistemi, şassinin dizaynı və hətta təkərlərin hazırlanması illər çəkən, milyonlarla dollar xərclənən, davamlı uğursuzluqlarla dolu bir proses idi. Hər bir detal sıfırdan düşünülməli idi. Mühəndislər yuxusuz gecələr keçirir, prototiplər yanıb kül olurdu. Lakin hər maneə onları biraz da irəli aparırdı. Nəticə isə sadəcə bir avtomobil deyil, bir sənət əsəri, sürətin və lüksün yeni qanunlarını yazan bir əfsanə oldu.